hər birinizi salamlayıram. Mən Kurikulum təlimçisi Xalidə Bilzadə. Bugün sizlər üçün 2026-cı il metodika çərçivəsinə əlavə olunan mövzulardan biri olan təhsildə rəqəmsal vasitələr və süni intellekt mövzusunun izahını verəcəm. İzaha keçmədən öncə ödənişli dərslərimiz haqqında sizə qısa xatırlatma edim. Deməli, ödənişli dərslərimiz həm fərdi, həm də qruplar şəklində təşkil olunur. Qruplarla keçirilən dərslərimizdə maksimum 10-12 müəllim sayı olur. Hər kəsə fərdi yanaşılır. Hər kəsin verdiyi sual başa düşmədiyi isə anındaca cavablandırılır və hər mövzuya uyğun qəbul tipli testlər, sınaqlar işlədilir. Dərslərimizə qoşulmaq üçün əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək mövzumuza. Mövzumuz təhsildə rəqəmsal vasitələr və süni intellektdir. Bunlara misal olarak Google Classroom'u, Kahoot'u, Quiz'i, ChatGPT'ni və Canva'nı bugün ətraflı şəkildə öyrənəcəyik müəllimlər. Deməli, təhsildə rəqəmsal vasitələr bilirik ki, həmçinin süni intellekt artıq çox vacibdir və dərsimizin bir hissəsinə çevrilib. Çünki bu texnologiyalar dərsləri dəyişir, şagirdlərin öyrənməsini asanlaşdırır və onlar üçün dərsi daha maraqlı edir. Müəllimlər də bu vasitələrdən istifadə edərək dərsi təşkil edirlər, tapşırıqlar verir, şagirdləri qiymətləndirirlər. Burada fikir versəz, Venn diaqramında onların oxşar və fərqli xüsusiyyətləri verilib. Bunlara fikir verərsiniz müəllimlər. Deməli, bu kimi platformalar dərs prosesinin də geniş istifadə olunur. Onlar dərsi planlaşdırmağa, tapşırıqlar qurmağa, şagirdlərin fəaliyyətini izləməyə kömək edir. Həmçinin şagirdlər üçün biz fərqli səviyyədə tapşırıqlar hazırlamaq üçün də bu vasitələrdən istifadə edirik. Süni intellekt həmişə müəllimin işini yüngülləşdirir, vaxtına qənaət edir. Amma burada birinci məqam var ki, şagirdlər texnologiyadan düzgün istifadə etməyi öyrənməlidirlər. Yəni, texnologiyadan asılı vəziyyətə düşməməlidirlər. Bu nə deməkdir müəllimlər? Yəni, texnologiya şagird üçün əsas məqsəd olmamalıdır. Sadəcə vasitə rolunu oynamalıdır. Burada şagird öz düşünmə qabiliyyətini inkişaf etdirməlidir. Yəni, hər hansısa bir tapşırığın həllində ona istiqamət verməlidir bu vasitələr. Sırf onlardan istifadə etməməlidir. İndi sizə Google Classroom haqqında məlumat verəcəm. Deməli, Google Classroom müəllim və şagirdlər üçün hazırlanmış onlayn dərs platformasıdır. Bu platformada müəllimlər asanlıqla sinif yarada və şagirdlərə tapşırıq verə bilərlər. Şagirdlər isə tapşırıqları internet vasitəsilə yerinə yetirib müəllimə göndərirlər. Google Classroom'da mətin, video, şəkil, müxtəlif faillər paylaşmaq da mümkündür. Burada müəllimlər şagirdlərin işlərini yoxlayır, onlara qiymət verir, rəy yazırlar. Şagirdlər də müəllimin və sinif yoldaşlarına ünsiyyət qura bilirlər. Bu platforma sayəsində dərslər daha rahat, daha maraqlı, daha səmərəli şəkildə olur. Burada şagirdlər həm yeni biliklər öyrənirlər, həm də kompüter və internetdən düzgün istifadə etməyi bacarırlar. Buna görə də Google Classroom müasir təhsil üçün çox faydalı bir vasitədir. Sonra digər vasitələrdən biri Kahoot'dur. Kahoot haqqında sizə məlumat verəcəm müəllimlər. Deməli, Kahoot'la şagirdlər üçün maraqlı və əyləncəli bir dərs proqramıdır. Bu proqram da internetlə işləyir. Müəllimlər burada sual-cavab oyunu hazırlayırlar. Şagirdlər isə telefondan, planşetdən, kompüterdən bu oyuna qoşulurlar və suallara cavab verirlər. Kahoot vasitəsilə dərs daha maraqlı keçir. Şagirdlər yarışaraq öyrənirlər və müəllimin cavablarını da dərhal görürlər və müəllim də onların cavabını dərhal görür və qiymətləndirmiş olur. Bu proqram vasitəsilə deməli şagirdlər biliklərini yoxlayırlar və öyrənirlər, həmçinin əylənirlər. Və buradan da aydın olur ki, Kahoot bir vasitə olaraq şagirdlərin dərsə marağını artırır, fəallığını
deməli, faallığına səbəb olur. Bir sözlə müəllimlər unutmayın ki, Kahoot dərsi asan və maraqlı, effektiv şəkildə təşkil edir. Bəs Kahoot-u dərsdə müəllim necə tətbiq etməlidir? İndi bununla bağlı sizə məlumat verəcəm müəllimlər. Deməli, dərsdə tətbiqi necədir? Tədqiqatlar göstərir ki, Kahoot-un təlimdə yaratdığı real fayda onun necə və nə məqsədlə dizayn olunmasından birbaşa asılıdır. Bu nə deməkdir müəllimlər? Yəni sadəcə Kahoot-u oyun oynamaq kimi nəzərdə tutulmamalıdır. Burada şagirdlər düzdür, oyun tipli dərs qurulur, amma sualların məzmunu kurikuluma uyğunlaşdırılmalıdır, diferensiallıq gözlənilməlidir. Yəni hər şagirdin deməli xüsusiyyətləri nəzərə alınmalıdır və oyun dərsi uyğun mərhələsində istifadə olunmalıdır. Burada indi məqsədyönlü və təhsil proqramı ilə bağlı deməli istifadə verilib. Bu nə deməkdir? Bunun haqqında sizə məlumat verim. Kahoot sadəcə əylənmək üçün yox, dərsi öyrətmək üçün istifadə olunan bir vasitədir. Suallar da mövzuya uyğun olmalıdır, şagirdlərin biliklərini yoxlamalıdır. Müəllim də əvvəlcədən məqsədini müəyyən etməlidir. Yəni burada məqsədi nədir? Şagirdlərə mövzu ilə bağlı, əvvəlki mövzularla bağlı məlumat mı vermək, yoxsa bugünkü dərsimi yoxlamaq və yaxud da dərsin sonunda refleksiya etmək. Yəni bu kimi məqsədlərini müəllim qabaqcadan şagirdlərə bildirməlidir. Sonra burada verilib formativ qiymətləndirmə və dərhal rəy. Bunun haqqında sizə məlumat verim. Kahoot müəllimə dərhal şagirdlərin nəyi anlayıb, nəyi anlamadığını göstərir. Oyundan sonra cavablar müzakirə olunmalıdır, səhvlər izah olunmalıdır. Yəni oyun yalnız bal toplamaqla bitməməlidir. Qısa tədris söhbəti ilə tamamlanmalıdır. Sonra yəni rəylər mütləq verilməlidir də burada. Sonra oyun elementləri, balanslı istifadə nə deməkdir? Oyun elementlərini balanslı istifadə etmək, yəni dərsə rəqabət və əyləncə qatdığı üçün Kahoot şagirdlərin motivasiyasını artırır. Yəni, amma unutmayaq ki, Kahoot hər dərsdə eyni formatda istifadə olunarsa, şagirdlər arasında rəqabəti gətirib çıxardar. Bu da, deməli, öyrənmə prosesinə mənfi təsir edər. Biz bilirik ki, rəqabət yol verilməzdir. Biz şagirdləri şəxsi inkişafına baxmalıyıq. Rəqabət yaratmamalıyıq. Ona görə də müəllim Kahoot-u həm fərdi yarışlarda, həm qruplarla, həm komanda oyunu kimi bəzən də ev tapşırığı kimi istifadə etməsi daha məqsədə uyğundur. Sonra müəllimlər burada verilib inklüzivlik və şagird müxtəlifliyi. Bu haqda məlumat verim. Deməli biz Kahoot hazırlayarkən bütün şagirdləri nəzərə almalıyıq. Bu çox vacibdir. Vaxt limitini çox sərt qoymamalıyıq. Sualları sadədən mürəkkəbə doğru sıralamalıyıq. Dili sadə və aydın etmək lazımdır ki, xüsusi ehtiyacı olan şagirdlərə də uyğun olsun. Yəni elə təşkil etməliyik ki, bərabər imkanlar gözlənilsin. Diferensiallıq nəzərə alınsın. Oyun qaydaları elə qurulmalıdır ki, düşünmə vaxtı da nəzərə alınsın. Surətə görə yox, cavabların dəqiqliyinə görə qiymətləndirmə aparılsın. Onsuz da bilirik ki, biz təlim prosesində müəllimlər nəyə çalışırıq? Şagirdlərə düşünmə vaxtı verək. Şagird fərqliliklərini nəzərə alaq, bərabər imkanlar yaradaq, onlara düşünmə vaxtı verək. Sualın çətinlik səviyyəsinə uyğun və Kahootdan da istifadə edərkən mütləq bu gözlənilməlidir. Ümumiyyətlə, Kahoot haqqında onu deyim ki, müəllimlər, mahiyyət etibarilə oyun əsaslıdır. Formativ qiymətləndirmə üçün istifadə olunur. Həmçinin şagirdlərin motivasiyasını artırır, əməkdaşlığa dəstək olur. Ona görə də Kahootun pedaqoji dəyəri onun tətbiqindən birbaşa asılıdır. Yəni biz müəllimlər çalışmalıyıq ki, bu vasitələrdən düzgün istifadə yollarını şagirdlərə aşılayaq. Sonra sizə məlumat verəcəm quiz haqqında. Deməli, quizdə onlayn test və formativ qiymətləndirmə platforması kimi istifadə olunur. Müəllimlər bunun köməyi ilə suallar hazırlayırlar. Şagirdlər isə telefon, planşet və yaxud kompüterlə bu sualları cavablandırırlar. Platformadan həm dərsdə, həm də evdə istifadə etmək olar. Nəticələr isə avtomatik olaraq toplanılır, müəllimə göstərilir. Quiz ümumiyyətlə yadda saxlayın ki,
quiz testləri maraqlı və interaktiv olur. Və vaxt limiti, xal sistemi şagirdləri daha həvəsləndirir. Həmçinin müəllimə öyrənməni izləmək, formativ qiymətləndirmə aparmaq imkanı verir. Yəni hər bir vasitənin fikir verirsiniz, yəni təlimdə rolu böyükdür. İndi digər vacib əhəmiyyət ondan ibarətdir ki, şagirdlərin cəlb olunmasına birbaşa təsir göstərir. Şagirdlər aktiv olur burada. Təlim nəticələrinin inkişafına təsir edir və araşdırmalar da göstərir ki, bu platformalar nəticələri yaxşılaşdırır. Çünki şagirdlər sevir də bu platformalarda işləməyi. Ona görə daha çox aktiv olurlar. Mövzunu daha dərindən öyrənirlər, daha yaxşı başa düşürlər. Sonra burada formativ qiymətləndirmə və özü idarə olunan öyrənmə yazılıb. Yəni bu nə deməkdir? Burada quiz müəllimə şagirdlərin səviyyəsini tez görməyə imkanı verir. Səhvlər vaxtında aşkar olunur. Müəllim dərsi daha düzgün planlaşdırır. Bu da həm fərdi, həm də sinif üzrə nəticələri daha aydın göstərir müəllimə. Müəllim burada zəif mövzuları müəyyənləşdirə bilir və təkrara qayıdır. Bu da şagirdlərin özünü inkişaf etdirməsinə kömək göstərmiş olur. Sonra bəs deyir, quiz təlimdə necə tətbiq olunmalıdır? Bu hissəyə baxaq. Deməli, yenə də tətbiqi əsas rol oynayır. Yəni, oyun əsaslı deyil, məqsəd təlim nəticəsinə çatmaqdan ibarətdir. Burada da düzgün planlama istifadə olunmalıdır. Əsas məqsəd öyrənməkdir, təkcə əylənmək deyil. Müəllimin əvvəlcədən planı olmalıdır. Dərsdə qısa quizlər şagirdlərin dərsi yaxşı başa düşməsinə kömək edir. Və dərsdən sonra da nəticələr təhlil olunmalıdır, analiz edilməlidir. Hər mövzunun yenidən izah olunacağı, daha doğrusu hansı mövzuda şagirdlərin çətinliyi varsa, o mövzuların yenidən izah olunacağı müəyyənləşdirilməlidir. Ümumiyyətlə yadda saxlayın ki, quiz müəllimə növbəti dərsi planlaşdırmaya çox kömək edir. Ona görə də təlimdə bu vasitələrin rolu böyükdür. Deməli, 2 hissədən ibarət çəkəcəm bu dərsi müəllimlər. Ona görə həyə ki, bu hissə bundan ibarət idi. Razı qaldısa və yaxud da əlavə fikirləriniz varsa, rəy bölməsində bizimlə paylaşmağı unutmayın. Sağ olun müəllimlər, özünüzə yaxşı baxın.